Salam dəyərli tələbələr, biz bugün sizlə bir neçə testin izahına baxacaq. Testləri sizə izah edir Nömrə 1 Tədris Akademiyasının İngilis dili müəllimi Teacher Anna. Testlərimizə diqqətlə qulaq asaq, çox maraqlı testlərdir və bunları xüsusi olaraq seçmişəm. Hansı ki 5-ci, 6-cı siniflər bu testlərin izahında müəyyən çətinliklər yaşayırlar. Birinci testin izahına baxırıq ki, birincidə cavabda yazılıbdır ki, no, he doesn't. Cavabı veribdir. Artıq bizə burada mübtəda məlumdur. Mübtədamız nədir burada? He, yəni kişi cinsidir, düzdürmü? Ona görə də mən suallarda bunlara, yəni düzgün suallarda baxacağam ki, hansında kişi cinsi var. Və həmçinin də digər qaydalara əməl eləmək lazımdır ki, indiki sadə zamanda, məsələn, qayda var idi ki, doesn't sual verəndə feilimizin axırındakı s düşürdü. A variantı buna görə səhv hesab olunur. B variantında yenə doesn't sual vermişəm, amma burada have saxlamışam. Belə bir feil yoxdur, have feili. Əgər üçüncü şəxsiyyətsə has olardı. Həmçinin doesn't sual verdiyimə görə orada has qalmaz, have qalardı. Sualı çünki has düşür. C variantına does your cousin travel much? Bu doğru variant hesab olunur. Niyə? Your cousin, sənin kuzenin üçüncü şəxsin təki hesab olunur və üçüncü şəxsin təkidir və biz onu həm kişi cinsində, həm də qadın cinsində götürə bilərik və burada hər iki variant da uyğun gəldiyinə görə elə cavabımız C variantı hesab olunur. D variantında mübtədam he, xəbərim like. Like əsas feildir və biz buna izlə sual verə bilmərik, mütləq doesn't sual verməliydik. Y variantında do you touch the flame? Cümlə yanlışdırmı? Xeyr. Cümlə tamamilə doğru cümlədir. Sadəcə bizim cavabda burada he doesn't olduğuna görə biz burada do you demişiksə he ilə cavab verə bilmərik. Məsələn, deyirəm do you touch the flame? Yes I do və yaxud no I don't kimi cavab vermək lazımdır. Və yaxud da you əgər mənası orada sizdirsə yes we do, no we don't kimi cavablar verməliydik. Ona görə də Y variantı da yanlış hesab olunur. Növbəti, ikinci testin izahına baxırıq. Do you usually do shopping here? Deməli, burada biz nəyə fikir verməliyik, uşaqlar? Deməli, müəyyən feillər var ki, həm to-do'lu ifadələrdən olur, həm to-make'li ifadələrdən olur. Biz indi həmin o izahda ona diqqət eləməliyik. Məsələn, bir feil var. Deyirəm ki, to do shopping. Nə deməkdir to do shopping? Bazarlıq etmək. Buradakı do mənim əsas feilim hesab olunur. Necə ki deyirəm I run. Nə dedim? Mən qaçıram, düzdürmü? Buradakı necə ki run feildir, buradakı do da bu şəkildə feil hesab olunur. Məsələn, deyirəm ki she runs. O qaçır, düzdür? Buna sual verəndə necə sual verirəm? Does she run? Axırındakı s-i neynədim? Düşürtdüm, düzdürmü? Ona görə də mən eynən bu qaydanı tətbiq edirəm to-do'lu ifadəyə. Baxın uşaqlar, deməli burada do you usually do shopping here? Cümləmizdə do ilə sual vermişik, düzdürmü? Do ilə sual vermişik. Baxın, do you usually do. Digər do shopping ifadəsi yerində qalıb. Bəzən uşaqlar çaşır. Do ilə sual verirlər, buradakı do-nu da götürürlər. Niyə götürürsünüz? Elə bilirsiniz ki, sual cümləsi bu do-nu götürüb mən qabağa keçirtmişəm. Yəni, sən burada bu do-nu götürüb qabağa keçirtməmsən. Əgər elə düşünürsənsə, bu yanlışdır. Sən burada do-dan köməkçi feildən istifadə eləmirsən və buradakı əsas feili saxlamısan. Do you usually do shopping here? Elə cavabımız A variantıdır. Bax, B variantında həmin səhv eləyiblər. Do ilə sual veriblər, amma buradakı do shopping ifadəsindəki do-nu götürüblər. Olmaz. C variant do you do. Ümumiyyətlə usually gəldi hara çıxdı mübtədadan əvvələ. Zərfin yeri burada bu usually zərfinin yeri mübtədadan əvvələ keçə bilməz. Burada da everyday. Everyday zərfinin yeri hardadır? Ya cümlədə ən əvvəldə, ya da cümlədə ən axırda. Ona görə yanlışdır. Mübtədadan sonra olmaz. Once a week zərfi də həmçinin. Ya cümlədə hər şeydən əvvəl, ya da ən axırda olur. Ona görə də bu testimizin izahında düzgün cavab A variantı hesab olunur. Ümidvaram ki, hər kəs başa düşdü. To-do'lu ifadələr diqqətli olun. Oradakı do bizim əsas feilimiz, köməkçi feilimiz deyil. Növbəti testdə də eyni qayda əməl edirlər. Baxın, gəl aşağıdan yuxarı gedək, daha asan olsun işimiz. Do you shopping twice a day? No, they don't. Nəyə sual verdik biz burada? Biz burada nəyə sual verdik? Do you usually shopping twice a day? Do you ilə sual vermişəm. Cavabım nə olar? Yes, I do. No, I don't. Əgər sən kimi soruşubsa. Yox, əgər sizə soruşubsa ki, siz mənasında, onda ola bilər. Yes, we do. No, we don't. Ona görə də biz ona Z ilə cavab verə bilmərik. Cavabımız yanlış hesab olunur. Do you shopping twice a day?